İslam fikhində, İslam hukukunda buna da toxunum. 3 kilo xurmadır, 3 kilo buğdadır, 3 kilo arpadır, düyüdür, məmulatları. Yəni qısa, şişmiş de var. İndi bugün bazarlarda xurma var 3 manata. 3 manata. Xurma var 100 manata. Hətta 150 manata da var. Əgər sənin bugün imkanların, iktidarın, gücün, qüdrətin, maliyyətin ona imkan verirsə, sənin evdə 4 nəfər ailə varındısa, sən hər bir ailə üçün 100 manat çıxart. 400 manat fitrə zəkatını niyyət et, bayram axşamı, Rəbbim, Allahım, mən bunu etdim. O pulu qonşunda, bacı, qardaş, yaxın, əvvəl yaxınları düşün. Gördün ki bir adam möhtacıdır. Da gəlib sənin qapı döyüb deməyəcək, nə olar mənə bayram xərcliyi ver. Yox, günahdır bu. Sənin də qapıva gəlsə ki mənə bayram xərcliyi ver, sən də bir ironiya ilə, bir belə özü ego, təkəbbür elə, gələ yox, o sənin pulun deyil ki, Allahın puludur. Öz bədəninin, günahlarının kəffarəsini ödəyirsən sən. Bu sənin fitrətindir. Fitrə sözü fitrət. Yəni sən təmizlənirsən. Özü də o pulu verəndə fitrə zəkatın zühr namazına qədər verin. Bayram axşamının fitrə zəkatını çıxartdığınız zaman onu namaza qədər, zühr namazına qədər verin. Çalışın tez verin. Niyə? Ona görə ki, çünki onun evində də qazan qaynasın. Qoy onun evində də bazarlıq olsun.